Yeni başlanğıcların, böyük hədəflərin və parlaq enerjili aya, iyun ayına xoş gəlmisiniz. Bu ay özünüzə inam, özünüzə əmin olmaq ayıdır. Yəni özünüzə əmin olun və bugün biz sizə beynəlxalq maliyyə birjasında təbii ki ilk öncə qızıldan başlayaraq, qızıl nələr etdi və bizim Magic platformasında nələr etdi, eyni zamanda bizim yeni layihəmiz və sosial şəbəkələrdə, real hesablarda, real əməliyyatları açıb paylaşmaq və bütün gənclərə, bütün traderlərə maliyyə savadlarını maarifləndirmək və onların maliyyə durumlarını yaxşılaşdırmaq, maliyyə azadlıqlarını əldə etmək üçün, onlara kömək etmək üçün, yardım olmaq üçün, dəstək olmaq üçün biz yeni bir layihəyə start verdik və hər birinə real hesabı biz hədiyyə veririk. Eyni zamanda maarifləndiririk və Telegram kanalında VIP, CIP, qonaq ol Telegram kanalında, eləcə də sosial şəbəkələrdə əməliyyatları real açıb paylaşırıq ki, onlara dəstək olar. Nəysə, biz keçək qızıla. Qızıl bugün nə etdi və səhər saatlarında yuxarı doğru istiqamətə davam etdirdi. Yəni bir saat bundan öncə biz real hesablarda əməliyyatlar açdıq və paylaşdıq və hələ də əməliyyatlar davam edir. Bugün hədəflər hara olacaq? Hədəflər biz dünən də nəzərdə çatdırmışdıq. Bazar günü 3325'lər, 3333'lər, 3355'lər. Hal-hazırdakı vəziyyət qaçılmaz hədəfi 3333 və 3334'lərdir. Eyni zamanda 3355'lər də hədəfdə var. Biz saat 11'ə qədər əməliyyatları bağlayıb, çünki korreksiyalar müşahidə oluna bilər. Satış əməliyyatları günün ikinci yarısından sonra, yəni korreksiyalardan müşahidə olunacaq. Keçək biz Bitcoin-ə. Bitcoin neydi? Bitcoin-də 111'lərə qalxandan sonra təbii ki böyük bir istirahətə ehtiyacı oldu və dincəlir, aşağı doğru istiqamətə davam etdirir və aşağıda hal-hazırdakı vəziyyətdə 104-700'lərdə də çox dəstək bir güclü dəstək xəttindədir. Yəni eyni zamanda həftə ərzində çıxan xəbərləri də izləmək lazımdır. Yəni iqtisadi barədə iqtisadi xəbərləri digər videoda paylaşaram və satış əməliyyatları üçün 104'ləri, alışlar isə 105-800'ləri gözləmək lazımdır. Keçək biz funtun dollara rəqabətinə. Funtun dollara rəqabəti təbii ki hədəf yuxarıda 1.35-300'lərdə. Satış əməliyyatları, yəni korreksiyalar günün ikinci yarısından sonra gələcək. Euro dollar rəqabəti yuxarıdakı hədəfləri deyək ki 1.14-200'lərdə. Funtun dollar rəqabətinin gündəlimi isə 764, Euroda isə 908'dir. Təbii ki düz eşitdi 908. Keçək biz neftə, crude oil gapdən açıldı və gündəlimi isə 1 dolar 67 sentdə. Gap açılandan sonra 1 dolar 67 sent yuxarı qalxıb və bugün gepi bağlayacağım, bağlanacağım sonuna gəldiysə, xeyr, bugün qəti bağlamayacaq, bağlaya da bilər. Yəni biz %100 deyə bilərik, çünki %100 heç nə yoxdur. Yəni bugün çətin məsələdə onu bağlamağa. Yuxarı qalxacaq mı sonuna gəldiysə, təbii ki, yenidən yuxarı qalxacaq. Alış əməliyyatları yuxarılarda, yəni deməli, yuxarı doğru istiqamətində, yəni hədəflər 64 crude oil'da, 50'lərdə 64 95'lər, hətta 65'lərdir. Türk lirəsinə gəldiyi isə zəiflir və yuxarı doğru istiqamətlə dollar möhkəmləri gedir və 39 artıq 200'dədir, 40'lar yəni qapıdadır, yəni uzaqda deyil. Dollar Yaponiyanın, dollar frank və funt Yaponiyanın ümumi istiqaməti hələ aşağıdır, downtrend davam edəcək. Nasdaq, S&P, Dow Jones, DAX isə uptrendin yenidən dəstək xətti. Yəni biraz ehtiyatlı olun. Aşağıdakı hədəflər mən short videolarda açıqlayaram. Yəni aşağıdakı hədəflər heç də uzaqda deyil. Yəni həmin o supportu qırıb yenidən yeni bir minimum vura bilər. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.